Metroda keçid stansiyası nəyi dəyişir? Metroda keçid stansiyası çölə çıxmadan, əlavə ödəniş etmədən və vaxt itirmədən bir qatardan enib digərinə minmək deməkdir. Bu, sizin üçün metronun içindəki ən qısa yoldur. Təcrübə göstərir ki, düzgün planlaşdırılan keçid stansiyaları metronun effektivliyini artırır. Bunun ən uğurlu nümunələrini biz artıq gündəlik həyatımızda görürük. 28 may Cəfər Cabbarlı qovşağı şəhərin şimal və cənub istiqamətlərini birləşdirərək mərkəzi nəqliyyat qoluna çevrilir. Memar Əcəmi keçid stansiyası isə sərnişinlərə alternativ marşrutlar təqdim edərək metropolitenin gələcək dairəvi xəttinin ilk və ən səmərəli təməlini qoyub. Keçidi olmayan bir xəttin yüklənməsi hərəkəti yavaşladır. Lakin keçidin açılması ilə bu yük iki yerə bölünür. Sərnişin axını paylanır, stansiyadakı yüklənmə azalır və sistem tarazlıq tapır. Bu, mühəndislik həlli ilə hərəkətin azad edilməsidir. Budur, metropolitenin gələcək xəritəsində mühüm bir halqa B5 stansiyası. Bənövşəyi xətt üzərində yerləşən bu stansiya Nizami stansiyası ilə birbaşa keçid təmin edəcək. Hocasəndən birbaşa Nizamiyə gəlmə imkanı əldə edəcəksiniz. B6 stansiyasından sahil stansiyasına birbaşa keçidin olması həm də qırmızı xətt üzrə hərəkəti xeyli sadələşdirir. Təsəvvür edin, cəmi bir keçiddən istifadə etməklə metronun istənilən nöqtəsinə rahat gedə biləcəksiniz. Bu, həm vaxtınıza qənaət, həm də alternativ nəqliyyat axtarmadan ən optimal marşrut deməkdir. Yeni B7 stansiyası sizə həm biznes məkanlarına, həm də Xətai və Nizami rayonlarının əsas avtobus marşrutlarına birbaşa çıxış imkanı yaradır. Üstəlik, bu stansiya gələcəkdə Yaşıl xətt və Həzi Aslanov istiqaməti arasında ən münasib keçid stansiyası rolunu oynayacaq. Metropolitenin gələcək xəritəsində digər mühüm bir halqa Y17 stansiyası. Qırmızı xəttin son dayanacağı ilə yaşıl xətti birləşdirərək kəsintisiz axını təmin etməyə xidmət edəcək. Həzi Aslanovdan Xətaiyə əlavə xətləri yükləmədən getmə imkanı yaranacaq. Bununla həm də Nizami, Suraxana rayonları, ən əsası Xətai rayonunun böyük əksər hissəsi üçün yaşıl xətt üzrə ən optimal hərəkət və keçid imkanı yaradılacaq. Keçid stansiyaları şəhərətrafı ərazilərin metro şəbəkəsinə qoşulması üçün mühüm addımdır. Bu stansiyalar xətləri şaxələndirir, sərnişinləri müxtəlif istiqamətlərə paylayır, əsas nöqtələrdə yükü azaldır və nəqliyyat sisteminin daha səmərəli fəaliyyətinə imkan yaradır. Hər keçid yeni bir başlanğıcdır.